Deməli sən bu nişanın tələbini pozub, hərəkətini solla davam etdirsən, əgər 3.1 nişanı tətbiq olunduqda sənə 100 manat 3 bal cərimə yazılacaq. Amma əziz sürücülər, bu nişanı görürsünüz, maniyəni sağdan keç nişanı. Bu nişanın təsir sahəsindən geriyə dönmək olar. Belə sualları bizə çox verirlər. Bu nişanın adı 4.2.1 nişanıdır. Maniyəni sağdan keç nişanıdır. Bu nişan demək istəyir ki, yerdən hündürə qalxmış bu maniyəni sağ tərəfdən keç ki, sol tərəfə getmə. Yəni bu nişanın əksinə, bu yol sahəsi ilə hərəkətini davam etdirmə. Çünki bu yol sahəsi əksdir. Deməli sən bu nişanın tələbini pozub, hərəkətini solla davam etdirsən, əgər 3.1 nişanı tətbiq olunduqda sənə 100 manat 3 bal cərimə yazılacaq. Amma bu nişanın təsir sahəsindən sən geriyə dönə bilərsən. Yəni səni bu nişana qədər bu yol sahəsindən geriyə dönməyinə heç bir məhdudiyyət yoxdur. Yəni demək istəyirəm ki, əziz sürücülər, bu nişan sənə demir mütləq gəlib buradan hərəkətini davam etdirməlisən. Əgər sən bu maniyyə qədər gəldinsə, sağla davam etməlisən. Sol gəliş solağıdır. Hal-hazırda KAMAZ-ın gəldiyi yol gəliş istiqamətidir. Amma bu hərəkət hissəsində iki zolağın ikisi də gediş üstü nəzərdə tutulub. Bu maniyyənin isə sağından getməli. Deməli, belə qısa bir şey deyə bilərik ki, bu nişanın tələbi bu hissədən başlayır. Bax, diqqət elə. Bu nişanın tələbi bu hündürə qalxmış maniyyənin təsir sahəsindən başlayır. Yəni, sən bura yaxınlaşıbsansa, bura ilə getməlisən. Bura qədər, yəni gördüyünüz bu yerə qədər bu nişanın heç bir təsiri yoxdur.